100.000 manat dəyərində avtomobil var içəridə, hansı ki 30 ildən çoxdur ki yatıb qalıb. Bax. Keç zəhmət olmasa. Bax, bu gördüyünüz avtomobil Turbazda və digər saytlərdə 100.000 manat dəyərində satılan avtomobildir. Bunu elə bir qiymətə çıxarırıq ki, yəni inanın ki, heç ağlınızdan keçmir o qiymət. Bu nömrəni kimlərsə xatırlayır, yaşayır bu nömrəni xatırlayan insanlar. O qədər yəni retro bir avtomobildir. Bu avtomobilin adını bilənlər yazsın rəy bölməsinə. Dəyərli izləyicilər, yaxınlaş zəhmət olmasa qiymətini deyəcəm. Gəl çəksin də. 30 il öncə necə olubsa, avtomobil elə o qaydada da qalıb, xodlanmır. Öncədən bunları deyim biləsiniz. 3000 manata çıxarırıq. Bax, bu avtomobili satışa gəl zəhmət olmasa önünü də çək, görsünlər tozlu bütün hər bir yeri. Həqiqətən də avtomobilə toxunulmayın. 3000 manat verirsiniz, götürüb aparırsınız. Sənədlərin dəyərli dostlar tapa bilmirlər. İndi kim alacaqsa məlum məsələ. 3000 manata alıb, 3-5 pul xərcləyib, 50.000-ə ən aşağısı satışa çıxarıb satacaqsınız rahat şəkildə. Sadəcə bunu satan adamın elə bir vaxtı yoxdur ki, buna belə deyim, müəyyən bir vəsait töksün, yığdırsın, bunu hazırlatdırsın, elə satsın. Gəl qardaşım, gəl. Bax, burada belə bir yeri də var. Hansı ki, uşaqlar bunu mismar çıxaranla eləyiblər. Maşın, belə deyək də, udar görməyib. Birbaşa sahibinin əlaqə nömrəsini qeyd edəcəm. Hər kim bu avtomobili real olaraq almaq istəyirsə, bax, bu nömrə ilə əlaqə saxlasın. 077 501 1015 nömrəsinə yazın, zəng vurun, nə lazımsa məlumat ala bilərsiniz o nömrədən. Və ya bu videonun rəy bölməsində də yazsaz, sahibi cavablandıra biləcək. Avtomobil Şabran şəhərində yerləşir. Gəlin, hər kim belə bir avtomobil arzulayırsa, gəlib əldə eləsin. 3000 manata, vallah deyirəm, heç nə düşünür. Kredit deyilin, nə 3000'ü verib götürüb aparırsan. Üstünə də mən düşünürəm ki, 3000 manat da qoysaz, bunu fullu şəhərdə çıxarırsınız. Düşünün ki, bütün şəhərin gözü bax sizin avtomobilinizə olacaq. O cürlə 100%, başqa söhbət də ola bilməz.